Sosial şəbəkə üzərindən diyetoloqlar onlayn fəaliyyət göstərirlər. Onlar 15, 20, 25 manatlıq aylıq qruplar yaradaraq arıqlamaq istəyən şəxsləri həmin qruplara daxil edirlər. Qrup üzvlərinə bir ay ərzində qidalanma cədvəlləri təqdim olunur. Mütəxəssislər belə çəki itirmə üsulları barədə xəbərdarlıq edirlər. Çünki qrupa daxil edilən şəxslərə həkim müayinəsindən keçmədən qidalanma planları göndərilir. Hər hansı bir xəstəlikləri nəzərə almadan diyetoloqların bu cür fəaliyyət göstərməsi vəziyyətin nə qədər diqqətdən kənar olduğunu sübut edir. Bu pəhrizlər ilk vaxtlarda sürətli çəki itkisinə səbəb olsa da, qısa müddətdən sonra artıqlaması ilə geri qayıdır. Nəticədə sağlamlığa zərər dəyir, maddələr mübadiləsi pozulur. Bu marafonların əsas burada belə deyək də məqsədi odur ki, görünən kilolardan azad olunsun. Amma orada önəm deyil ki, burada yağ kütləsi gedir, əzələ kütləsi gedir, bu insanın bədənində hansı minerallar çatmır və hətta belə bir marafonlara qoşulan insanlar nəinki daxili problemlər, hətta vizual olaraq dəridə tezliklə qırışların yaranması, saç tökülməsi, dırnaqların qırılması, saç quruluğu, dəri quruluğu belə bir problemlər artıq vizual olaraq yaranır. Həkim məsləhəti və müəyyən laborator analizlər aparılmadan insana hər hansısa pəhriz proqramının və arıqlama belə deyək və metodların aşılanması düzgün hesab etmirəm bir mütəxəssis kimi. Mütləq insanlar bununla bağlı olaraq əvvəlcədən müəyyən analizlərə cəlb olunsunlar və onun nəticəsində sağlam şəkildə təbii yolla arıqlamaq mümkündür. Adətən bu proqramların nəticəsində düzgün şəkildə qidalanma proqramları yazılmadıqda bu zaman insanlarda mədə-bağırsaq həzm sisteminin pozulması yarana bilir. Bu cür arıqlama qrupları ilə yanaşı həyatını təhlükəyə ataraq alma sirkəsi içib arıqlayanlar da var. Lakin alma sirkəsinin faydaları olsa da onu gündəlik istifadə halına gətirmək olmaz. Çünki sirkə içərək arıqlamanın hər hansı bir elmi əsası yoxdur. Diş əti, diş minasına, ağız boşluğuna, qida borusuna və xüsusilə ən çox gördüyümüz mədədə turşuluğu artıraraq reflüksün artmasına, eləcə də qastrit və xoranın kəskinləşməsinə səbəb olur. Qan şəkərini və qandakı kaliumu dəyişdirdiyinə görə miqdarını sirkə, təzyiq dərmanları, xüsusilə diuretiklər və şəkər dərmanları ilə qarşılıqlı təsirləri ola bilər və bu da xəstələr üçün mənfi nəticələrə gətirib çıxara bilər. Bir sözlə vətəndaşlar tibbi müayinədən keçmədən, mütəxəssis rəyi olmadan arıqlama vasitələrinə əl atmamalıdırlar. Əks halda bu onların sağlamlıqlarını riskə atır.